Herkese salam. Hoş gəlmisiniz kanalıma. Bu benim ilk videomdur. Bu videoda istəyirəm ki, özüm haqqında biraz məlumat verim. Hazırda hər kəs kimi, bir çox 20 yaşda olan gənc kimi, mən də səhər oyanmışam və işə gedirəm. Sıradan günlərdən biridir. Bu videonu niyə indi və bu şəraitdə çəkirəm? Çünki mən düşünürəm ki, planlarında bəzi hadisələr çox süni olur və təbii alınmır. Ona görə də hazırda olduğum yerdən, olduğum stansiyada öz səmimi hisslərimi bölüşüb özüm haqqında məlumat vermək istəyirəm. Mənim adım Ləmandır, 23 yaşım var və hər 20 yaşda olan gənc kimi həyatda öz yerimi tapmağa çalışıram. Eyni zamanda da öz müstəqilliyimi əldə etməyə, öz fikirlərimi bölüşə biləcəyi çox yaxşı bir çevrəyə sahib olmağa çalışıram. Bəzən insan düşüncələrini bölüşərkən anlaşılmadığını düşünür. Mən o insanlardanam və düşünürəm ki, niyə də video halında öz fikirlərimi danışıb, özüm kimi düşünən insanlarla əhatələnməyim. Buna görə də məncə çox yaxşı şans var. Hazırda sosial şəbəkə dövrüdür və biz buna sağlıqla eləyə biliriksə də məncə eləmək lazımdır. Ona görə də belə bir cəsarət edib YouTube kanalı açdım. Mən düşüncələrimin özünə məxsus olduğunu düşünürəm və hər hansı bir düşüncə olanda onu müzakirələməyi çox sevirəm. Buna görə də düşündüm ki, kanalımı açım, öz fikirlərimi bölüşüm sizinlə və siz də öz düşüncələrinizi yazın. Birlikdə mübahisə eləyə bilərik, müzakirə eləyə bilərik və nəticədə məncə insanlar fərqli baxış bucaqlar qazana bilər. Buna görə də çox yaxşı ola bilər. Eyni zamanda mənim saçım qıvırcıqdır, gördüyünüz üzrə. Saçımla bağlı nələr eləyirəm, nələrə diqqət eləyirəm, hansı məhsullardan istifadə edirəm və sair bununla bağlı sizinlə bölüşəcəm. Hazırda üzüm çox parıldayır, çünki yadımdan çox transparan pudra vurmamışam. Tamamilə bu kanalda videolarımı səmimi çəkməyə çalışacağam. Çünki sünilik onsuz mən bezdirən bir şey deyə bu kanal açmışam və istəyirəm ki, tamamilə səmimi hisslərimizi bölüşək, səmimi fikirlərimizi müzakirə edək. Hava gözəldir və sakitlikdir, ona görə də məmnun şəkildə işə gedərkən sizinlə də bu videonu paylaşmaq istədim. Gəlin birimizə dəstək olaq, bu dövrün imkanlarından istifadə eləyək. Çünki insan düşünürəm ki, maddi şəkildə azad olanda həqiqətən azad seçim eləyə bilir. Əks halda biraz məcburiyyət olur. Çünki maddiyyat olmayanda bəzən insanlar çox şeyə məcbur qalırlar. Buna görə də maddiyyatımızı qazanmaq üçün, özümüzü inkişaf etdirməyimiz üçün, eyni zamanda sosial statusumuz üçün və həyatda daha rahat və daha gözəl, daha keyfiyyətli yaşaya bilməyimiz üçün bu dövrün imkanlarından mütləq şəkildə istifadə etməliyik. Sizə də məsləhət görürəm, əgər siz də bir kanal açmaq istəyirsinizsə, bir adım atmaq istəyirsinizsə, gözləməyin, atın. Nə vaxt sonra gələcək, hər şey çox yaxşı olacaq. Özümü öz güvənli hiss edəcəm. Elə bir şey yoxdur. Mən də bunu random şəkildə açdım. Bir gün səhər oyandım, dedim, YouTube kanalı açıram. Yəni unutmamalıyıq ki, həyatda mükəmməl olan şeylər zamanla olur, təcrübə ilə olur. Yəni bir gün oyanıb hər şeyi mükəmməl edəcəm və hər şey möhtəşəm bir şəkildə başlayacağam. Əlbəttə ki, mümkündür, amma çox az hallarda mümkündür. Ona görə birinci addım, sonra mükəmməliyyətçilik lazımdır. Ona görə də əgər addım atmaq istəyirsə, düşünməyin, indi bu dəqiqə durub o addımı atın. Çünki nə olacağını, necə olacağını, hadisələr necə irəliləyəcəyini bilmirsiniz. Bəlkə də həyat sizin üçün elə o addım atmağınızı gözləyir ki, hər şeyi dəyişdirsin və başdan yazsın. Bugünlük bu qədər. Videomda düşünürəm ki, səmimi hisslərimi sizinlə bölüşə bildim. Əgər sizin üçün də maraqlı olacaqsa, izləməyi unutmayın. Instagram səhifəmi izləyə bilərsiniz və abunə ola bilərsiniz. Təşəkkür edirəm izlədiyiniz üçün.